Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Siz Real Söhbət proqramının növbəti buraxılışına baxırsınız. Biz bugün son günlər, yəni son bir həftə ərzində Qarabağda baş verən, Qarabağ ətrafında baş verən söz-söhbətlər, erməni hərbi vertolyotunun vurulması və sair bu kimi məsələlərlə bağlı söhbət edəcəyik. Həmişə kimi studiyamızın qonaqları var. Hərbi ekspert Üzeyir Cəfərov və Real İdarə Heyətinin üzvü Azər Qasımlı. Xoş gəlmisiniz. Hoş geldiniz olsun. İlk istərdim sizin bu hərbi helikopterin vurulması ilə bağlı məsələyə münasibət öyrənim. Yəni əslində görüntülərdən şəxsən bir vətəndaş olaraq mənim göründüyüm bir spontan bir şey idi. Yəni əvvəlcədən planlaşdırılmamış bir şeydi, amma çox böyük ajitaj yarandı. Bu təbii ki, biraz da insanların bu qələbə arzusuna, acılığı, bu münaqişədə biraz üstünlük qazanmağa acılığı ilə xarakterizə edilə bilər. Sizin ekspertlər olaraq görüşünüz nədir bununla bağlı? Buyurun. Teşekkür edirəm. Mən də hörmətli tamaşaçıları salamlayıram və bildirmək istəyirəm ki, doğrudan da yəni çox bir vacib mövzuya toxunmuşsunuz. Bu mövzu deməli noyabrın 12-sində baş verməsinə baxmayaraq artıq bir həftəyə yaxındır ki, bu məsələ geniş müzakirə olunur. Hətta buraya gəlməmişdən öncə bir məlumatla tanış oldum ki, ATƏT-in sədrinin şəxsi nümayəndəsi Səfir Anji Kasperşi dünən Qondarma Dağlı Qarabağ Respublikasının rəhbəri Bakı Sakyanla görüşür və bugün monitoring keçirilir və monitorinqin də keçirilməsində əsas məqsəd orada vurulmuş vertolyotdan 3 erməni zabitinin cəsədinin, qalıqlarının çıxarılması. Görün, iş hansı səviyyəyə çatıb ki, adətən o qədər problemlər olurdu cəbhə bölgəsində. Heç nə Kasperşik, nə onun səhra köməkçiləri, nə ATƏT-in, nə BMT-nin, nə Avropa Parlamentinin ümumiyyətlə səsi gəlmir. Amma baş vermiş hadisə hesab edirəm ki, biraz kənardan yəni fərqli görünür, amma əslində qalsa ermənilər təlimlərin başlamasından bir gün qalmış bütün dünyaya belə bir mesaj ünvanladılar ki, onlar geniş miqyaslı hərbi təlimlər keçirirlər və indiyə qədər belə təlimlər keçirilməyib, yəni işğal olunmuş ərazilərdə. Həm şəxsi heyətin sayına görə, həm də texnikaya görə, yəni sayına görə ilk dəfə idi ki, belə bir təlim keçirildi. Sözsüz ki, yəni Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi bütün bunları diqqətə alıb və cəbhə bölgəsində əskərlərə, zabitlərə lazım olan göstərişləri vermişdir. Zaten əskərlərimiz, zabitlərimiz təmas xəttində sutkanın 24 saatını döyüş hazırlığı vəziyyətində keçirirlər. Yəni orada yoxdur ki, dincəlsinlər. Dincəlmə yəni arxada var, amma ön xəttdə sutkanın 24 saatı, yəni postlarda əskərlərimiz növbə çəkir. Və təlimlər zamanı da, yəni bu xəbərdən sonra da Müdafiə Naziri Moskvaya getməzdən öncə MDB Müdafiə Nazirləri Şurasının növbəti yığıncağına getməzdən əvvəl müvafiq göstərişlərini vermişdi bildiyim qədər və o hadisə ki, hansı ki baş verməli idi, o hadisə baş verdi. Orada indi müxtəlif yanaşmalar mövzudur. Ənur xanım, siz də dediniz ki, spontan, hətta orada o fikirlər ki, video görüntülərdə var. Video görüntü məsələsinə də yəni bir balaca aydınlıq gətirəcəm. Komandir vur, indi artıq bu dillər əzbəri olub bu söz. Mən sadəcə indi sizin verdiyiniz imkandan istifadə edib bir daha, yəni o fikri vurğulamaq istəyirəm və çox təəssüflər olsun ki, ümumiyyətlə yerli kanallar bu məsələnin nədənsə üzərinə gelmirlər ki, insanlarda da bir dəqiq məlumat olsun. Deməli, ötən gün oktyabrın 22-sindən Müdafiə Naziri vəzifəsinə təyin olunan Zakir Həsənovun göstərişi ilə artıq silahlı qüvvələrdə bir sıra islahatlar həyata keçirilir və o islahatlar çərçivəsində müddətdən artıq xidmət edən maxə deyirlər. Maxələr mühüm vəzifələri təyinat alıblar. Yəni tank ekipajları, yəni bir növ peşəkar orduya keçməyin elementləridir bu. Bu müsbət bir şeydir. Müsbət şeydir. Deməli, həmin bu İqla, Zenit, Raket kompleksi, bu daşınan silahdır. Çiyində istənilən əskər, istənilən çavuş onu istənilən nöqtədən istifadə edə bilər. Əlbəttə ki, onların heyətin durduqları müəyyən yerlər var. Həmin o İlkin Muradov da, yəni həmin o heyətin komandiridir. Yəni biləsiniz ki, burada bəziləri sosial şəbəkələrdə, hətta mətbuatda ki, bu nə orduda əskər komandirinədir, komandir vur, əslində qalsa biz öyrəşmişik ki, komandir əskərə yəni göstəriş verir. Yəni burada o bahalı silah, 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan həmin o İqla Zenit raket kompleksi
Yəni adi bir silah deyil. Yəni əskər onu mükəmməl bilməlidir. Amma bu müddətdən artıq xidmət edən hərbi qulluqçular, kiçik çavuşlar kurs keçiblər, həm biraz yaşına görə, həm təcrübəsinə görə, ona görə onlar o komandir heyətlərinə təyin olunurlar. Yəni bu məsələnin bu tərəfi ki, necə olur ki, əskər komandirə deyir, komandir vurur, yəni əskər vura bilmir. Yəni bu məsələyə sadəcə mən aydınlıq gətirmək üçün bunu dedim. Deməli, ermənilərin həmin günü, o təlimlər zamanı döyüş helikopterləri bizim düz səngərimizin üzərindən uçurdular. Siz təsəvvür edin ki, deməli bu hərbin qaydalarına görə həmin bu artilleriyadır, zenit raket bateriyası, divizyonları ön xəttdən geridə mövqedə yerləşirlər. Yəni ön xəttdən bir xeyli aralıda yerləşirlər. Yəni bizim o videodan gördüyümüz o səhnələr də məhz bizim ön xəttimiz deyil. Mən üzr istəyirəm. Deməli belə çıxır ki, vertolyotlar bizim səngərlərin üstündəymiş artıq, amma zenit qurğular arxada yerləşdiyinə görə uzaqdan çəkilib. Yəni əslində bizim əskərlərin üstündə vurulub o. Tamamilə haqlısınız. Yəni biləsiniz ki, o vertolyot siz kadrlardan da görürsünüz ki, komandir vur deyəndən sonra orada iki deməli səs gəlir. Bir səs artıq silah hazırlıq vəziyyətinə gətirilir, ikinci səsdə isə artıq atəş açılır və artıq vertolyot birinə dəyəndən sonra ikinci vertolyot, yəni içəriyə doğru hərəkət eləmək istəyir və bu gün də siz təsəvvür edin, yəni vertolyot neytral əraziyə düşür. Yəni dəyəndən sonra o müəyyən bir qədər hərəkət elədi də, hərəkət eləyəndən sonra siz bilirsiniz ki, Mi-24 vertolyotlarının hərəkət sürəti 345 km/saatda, 345 biləsiniz. Amma bu İqla raketinin uçuş sürəti isə 780 km-dir. Təsəvvür edin ki, yəni ani bir neçə saniyəyə o raket, yəni istiliyə yönəlmiş raketlərdir. Yəni bunu hərbiçilər bilirlər ki, indi ikinci vertolyot niyə vurulmadı məsələsinə də mən toxunacağım. Dostlarımızın çoxları bəzi hərbi məsələləri bilmirlər. Deyir, ikincini niyə vurmadılar? Hətta ilkin istəsəydi ikincini vura bilməyəcəkdi. Çünki o ikinci buraxılan raketlər istiyə gedəcəkdi. Çünki orada o vertolyot yanırdı. O artıq vertolyotun ardına yox, deməli, isti gələn yerə gedəcəkdi. Yəni o vertolyotu tamam belə deyildi, yanıq qalıqlarını da parça-parça edəcəkdi. Yəni o əvvəla o bilirdi ki, yəni ikinci atəş atsa da, çünki o yaxın məsafədə bilirsiniz ki, o zenit raket kompleksi 10 metr hündürlüyündən tutmuş 3500 metr hündürlüyünə qədər bütün hədəfləri çox sərbəst şəkildə vurur. İndi bəziləri yenə başladılar ki, bizim təyyarələr uçanda vuracaqlar. Təyyarəni heç vaxt ondan vurmaq mümkün deyil, çünki təyyarələrin uçuş koridoru adətən bildiyim qədər 6000-dən 10.000-ə qədərdir, yəni hündürlüyü belə götürür. Düzdür, o enəndə vurmaq mümkündür, yəni bu realdır, yəni belə götürəndə. Ermənilər indi görürsünüz, meyitlərini götürə bilmirlər, vertolyot düşüb neytral ərazidə. O bizim səngərin üzərində uçurdu deyə vurulandan sonra düşdü, belə deyildi, təmas xəttinin arasında neçə gündür onu götürə bilmirlər. Əslində qalsa məndə olan məlumat ondan ibarətdir ki, təklif var idi ki, orada Xan kəndində məhkəməsi gedən Dilqəm deməli Əsgərovla Şahbaz Quliyevin dəyişdirilməsi məsələsi idi. Gözəl təklif imiş əslində. Mən də əslində hesab edirəm ki, bu çox gözəl təklif idi və bunu reallaşdırmaq lazım idi. Amma çox təəssüflər olsun ki, baxın, heç hadisənin üstündən 2 saat keçməmiş ATƏT-in baş katibi Zaniyer bəyanat verir, narahatdır. BMT bəyanat verir, Pan Ki-moon'un adından narahatdır. Avropa Parlamenti, Amerika Departmanı və ki, çoxlar. Amma bugün də görürsünüz, ATƏT necə çevikliyi ilə çalışır ki, ermənilərin bir qədər könlünü alsın. Əslində qalsa, Rusiya Xarici İşlər Nazirliyinin verdiyi bəyanata baxın, Aleksandr Lukasheviç. Rusiyada bu məsələdən narahatdır. Adama sual verərlər, niyə narahatsız? Ümumiyyətlə, Ermənistan Silahlı Qüvvələrinin balansında olan və Ermənistanda qeydiyyatda olan vertolyotun Azərbaycanın beynəlxalq müstəvidə de jure, de facto tanınan belə deyə ərazisi Ağdamda nə işi vardı ki, o vertolyot orada vurulsun? İkincisi də ki, bu bir daha onu göstərdi ki, bunlar açıq şəkildə Qarabağ məsələsinin həllində maraqlı deyirlər. Bunlar sadəcə olaraq Azərbaycan siyasi və hərbi rəhbərliyi də mən hesab edirəm ki, bu məsələdə bir qədər, yəni belə deyək, çevik davranmalıdırlar, öz sözünü deməlidirlər. Nə vaxta qədər biz gözləyəcəyik ki, bunlar elə bizi aşağılayacaqlar, bunlar bizim heysiyyatımızla oynayacaqlar. Hələ o şans var da Dilqəm müəllimgillə dəyişmək şansı var. Mən artıq bura studiyaya gələndə bir qədər narahat oldum ona görə ki, artıq monitoring saat 12 radələrində proses başlamışdı. Ola bilsin ki, yəni bunlar monitoring vaxtı
fürsətdən istifadə edib o meyitləri oradan çıxartsınlar. Faktiki olaraq məqsəd də odur ki, bunlar monitoringi bilavasitə orada. Məndən olsaydı, şəxsən mən bu günə bir çatdırmadım. Mən atəş sədrini heç ora buraxmazdım mən. Mən sizə tam səmimi deyirəm mən. İndiyə qədər Kasper Şıkın bizə nə xeyri dəyir və yaxud da ki, o monitorinqların ümumiyyətlə Azərbaycana nə xeyri dəyir? Gəlin açıq deyək də. Bizim Fariz Bədəlovumuz dünyasını dəyişdi, körpə uşağımız Ağdamda, üzr istəyirəm. Bizim Rusiya vətəndaşı olan, amma Rusiya vətəndaşı olan, millətcə Azərbaycanlı olan bir qız balamız döyüş bölgəsində vuruldu. Bizim vətəndaşlarımız öz ərazimizdə girov götürülür, amma çox təəssüflər olsun ki, yəni beynəlxalq qurumlar buna çox sakit Üzeyir bəy, bununla bağlı əlavə münasibət təbii ki, müzakirəmiz davam edəcək. Azərbaycan da fikirlərini dinləyib, vaxtı ədalətli bölməyə çalışaq. Yəni, əslində Üzeyir bəy demək olar ki, bütün hamısını bəli. Fikirləri söylədi. Sadəcə mən bir məsələ əlavə edim ki, yəni Qarabağ Azərbaycan torpağıdır və düzdür, Minsk qrupu fəaliyyət göstərir, atəşkəs rejimi var faktiki olaraq. Amma bu vertolyot, bu helikopter Azərbaycan səngərləri üzərində uçursa, aydın məsələdir ki, bu mütləq vurulmalıydı, burada başqa məsələ ola bilməz. Mən siyasi tərəfini istəyərdim, siz bunu biraz da analiz edəsiniz. Məsələn, bir hərbi helikopteri vurmaq mı daha böyük, məsələn, uğur hesab oluna bilər, yoxsa məsələn, onların Xankəndi aeroportuna Ermənistan prezidentinin gəlib öz helikopteri minmək? Əslində, gələcəkdim, indi siz qeyd etdiniz. Yəni, nə ki qaldı bu Xankəndi aeroportu məsələsi, mən hesab edirəm ki, əgər Xankəndi aeroportundan hansısa şəkildə istifadə etmək istəsə erməni tərəfi, yəni bu müharibədən söhbət gedir, yəni hərbi nöqteyi nəzərdən istifadə etmək istəsə, hesab edirəm ki, vəziyyətə, duruma uyğun olaraq Azərbaycan tərəfi orada hansı bir obyekti vurmalıdır. Yəni obyekt deyəndə söhbət nədən gedir? Bu hərbi təyyarə hansı ki, deyəlim ki, oradan qalxıb Azərbaycan ərazisinə soxulub və orada yəni Azərbaycanı bombalamaq və yaxud hansısa şəkildə belə deyək, hansısa məqsədlərə nail olmaq, indi tam deyə bilmərəm bunu. Aydın məsələdir ki, həmin o təyyarə belə vurulmalıdır. Amma belə bir məqsədləri yoxdursa, amma hər bir halda ora sursatlar daşınırsa, istər Rusiyadan ola bilər bu, onu da qeyd edeyim, Ermənistandan ola bilər eyni şəkildə bu. Hesab edirəm ki, o uçuş zolağı ki var, o zolağı vurmaq lazımdır. Və daha əvvəl dediyim məsələ qayıdıram, beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan ərazisidir. Baxmayaraq ki, Minsk qrupu var, danışıqlar gedir, atəşkəs rejimi ilə bağlı Azərbaycan imza atıbdır və müəyyən öhdəlikləri öz üzərinə götürüb. Bütün bunlara baxmayaraq Qarabağ de jure məhz Azərbaycan torpağıdır və bir məsələdir və çox önəmli bir məsələdir bu. Hər halda Üzeyir bəy bunu daha yaxşı bilər. Amma mən o məsələni qeyd etmək istəyirəm. Demək, Azərbaycan faktiki olaraq Dağlıq Qarabağı itirib. Yəni biz bunu anlayırıq, başa düşürük. Amma Dağlıq Qarabağ üzərindəki səma var. Bax, onu mən hesab edirəm ki, Azərbaycan heç bir şəkildə erməni tərəfinə verməməlidir. Yəni, Azərbaycan onu hər zaman öz nəzarəti altında saxlamalıdır. Çünki Xankəndi aeroportuna dediyinizə, məsələn, Xankəndinin o aeroportdan istifadə etməyə başlasalar və Azərbaycan ona hansı şəkildə sussa, sabahları həmin o aeroporta Rusiya hərbi demək, həm vertolyotlar deməyək, yəni samolyotlar, təyyarələri inəcək. Və sonra da onu... Əslində, indi də yeni bilmədiyi bizə məlum deyil. Bir neçəsində verəcəklər Qarabağ tərəfinə və sonra deyəcəklər ki, Qarabağında, Dağlıq Qarabağ, dırnaq arası Qarabağ Respublikasının öz hava, demək, qüvvələri var. Və sabahları onlar yəni yenidən müharibə başlasa və onlar da Azərbaycan başlayacaqlar bizim torpaqları bombalamaq və o addan bunu edəcəklər ki, bu Dağlıq Qarabağın öz qüvvələridir. Hansısa Rusiyanın və yaxud Ermənistan və s. deyil. Çünki Ermənistan deyir axı, biz bu müharibədə iştirak etmirik. Və birinci müharibədə də bildiyiniz kimi hava qüvvələri ciddi şəkildə demək olar ki, istifadə olunur, səhv etmirəmsə. Azərbaycan sözünün qüvvəti 2012 ilində Azərbaycan rəsmi olaraq beynəlxalq qurumlara, mülki aviasiya təşkilatına, o cümlədən bütün qurumlara rəsmi məktub göndərib ki, Azərbaycan hava məkanında, yəni hər hansı bir, belə deyək, kənar təyyarəmi,
və ya da ki, vertolyot, ümumiyyətlə uçan obyekt peyda olarsa Azərbaycan onu dərhal vuracaq. 2 il bundan qabaq bu məsələ, yəni rəsmi Xəbərdarlıq olaraq olunub, bəli. İndi biz özümüzü bir qədər günahkar şagird kimi aparırıq sanki. Çünki hazır deyilik situasiya. Çox təəssüflənirəm. Yəni mən bu halda bilirsiniz, sanki günahkarı bizdə də indi bizim bəzi dostlarımız da indi bilmirəm indi sizin mövqeyiniz nədən ibarətdir. Hətta vertolyotu vuran deməli helikopteri vuran İlkin Muradovun şəkli göstərilməsin, ailəsindən danışılmasın. İlkin xüsusi xidmət orqanının əməkdaşı deyil. Biz narahat olaraq ki, sabah o əməliyyata gedəndə onu tanıyarlar, sıradan çıxardarlar. Bu Azərbaycan əskəri öz vəzifə borcunu yerinə yetirir. Ona qalsa mən özüm də 1-ci Qarabağ savaşının iştirakçısıyam. Ermənilərlə müxtəlif tədbirlərdə görüşürük. Azərbaycanın elə oğulları var ki, ermənin 4 helikopter dəyərində olan mülkünü dağıdıb. Yəni müharibə vaxtı. Bir neçə tankını vurub, Azərbaycan bayrağı ordeni alıb, milli qəhrəmanlarımız var. Hətta Qarabağ savaşında bizim canlı indi hal-hazırda milli qəhrəmanlarımız var. Nə də onların yanının, hərəsinin yanında məyər belə deyim, silahlı şəxsdir. Yəni. Nə oldu biz 41-45-ci ildəki qəhrəmanlarımızı biz təbliğ eləməyi belə deyildi, hələ keçmiş SSR zamanı. Öz müstəqil dövlətimizdə bir qədər belə ehtiyatlı mövqe tutur. Biz əksinə bu belə deyək, yaxşı halı, yəni öz vəzifə borcunu layiqincə yerinə yetirən çavuşumuzu, əskərimizi bir qədər də belə deyək də qiymətləndirməliyik ki, oburlar da buna baxır, nümunə məsələsi var ortada. Çəkinmək lazım deyil. İndi o da tartışma bir mövzusudur. Video niyə elə təqdim olundu? Əslində qalsa, heç Müdafiə Nazirliyinin mən bildiyim qədər onlar heç o videodan xəbərləri yox idi. Yəni bir qədər onlar dərindən maraqlansaydılar, o videonu abra salıb, yəni o səslərlə, yəni bəzi jargon ifadələrdən təmizləyib, yəni efirə də vermək olardı. Elə 2 foto verildi, bizdə bilirsiniz, yarımçıq sevinc, yəni mənə bir təsiri bağışladı. O videonu da hesab edirəm ki, o video Azərbaycan üçün əvəzsiz, yəni bir rol oynadı. Mən sizə tam bunu səmimi demək istəyirəm. Düzdür, əskərlərə, zabitlərə qadağan olunub ön xəttə, yəni mobil cihazlardan istifadə olunması bir sıra təhlükəsizlik məsələlərlə bağlı. Amma nə yaxşı ki, var imiş. İnanın ki, onu da bəlkə də biraz qəribə səslənər mənim dilimdə. O da Allahın bəlkə Azərbaycan xalqına yazığı gəldi ki, o video ortada bir fakt kimi oldu ki, çünki bizi Loredi dedisi bizi yiyirlər. Hələ haqlı olduğumuz halda 20 ildən artıq informasiya məkanında. Yəni informasiya məkanında bizi o videonu görəndən sonra artıq gördülər ki, yəni o vertolyot belə götürək də, yanaki yaxınlaşmır bizim ön xəttə. Vertolyot döyüş hazırlığı vəziyyətinə gəlib, artıq bizim səngərin üzərinə gəlir. Ağırlığı 8-10 ton çəkisi olan bir döyüş vertolyotu. Bu səyahətə gəlmiyor bura, orada turistləri gəlir. Döyüş vertolyotudur. Siz digər bir kadrda yəni dünən gördünüz ki, onlar ateş, yəni orada ön xətlərə yetirirlər. Ondan sonra bizim əskərlər sonra deməli ateş açılır. Hərbidə belə bir deyim var da, lojni pozisiya deyilir, yalancı mövqelər var, onu hazırlayırlar. Hətta əskərləri elə geyindirirlər, belə də düşməndə bir təsəvvür yaranır ki, orada kimsə dayanır. Bu hərbinin biclikləri də belə, voyenная хитрость deyirlər. İndi bizim belə deyək də, bu indiki halda, siz bayaqlar dediniz, azı mən də o məsələyə toxundu. Biz, bilirsiniz necədir, hamının yaxasını elə tutmalıyıq ki, siz mövqevinizi ortaya qoyun. Ermənistanın vertolyotu bizim ərazimizdə nə inirdi? İndi bunun özü də bizim üçün bir imtihandır. Əgər biz bu imtihandan yaxşı çıxa bilməsək, valla bunun ardı bizim üçün biraz da pis olacaq. Yəni biz bu imtihandan... Mən hətta deyirəm ki, nəinki bizim o, belə deyək də, Dağlı Qarabağın işğal olunmuş ərazisi deyil. Mən bizim indiki, yəni bizim belə deyək, nəzarətimiz altında olan ərazidən söhbət gedir. Yalnız o ərazidə deyil. Mən hətta deyirəm ki, Dağlı Qarabağ üzərində uçan hansısa hərbi vertolyotları belə Azərbaycan tərəfi vura bilər, istəsə əgər. Yəni, düzdür, əvvəlcədən məlumatı olsa ki, həmin o vertolyot Azərbaycan tərəfinə hansısa şəkildə zərbə indirmək və yaxud nəyisə öyrənmək məqsədi ilə uçur və s. və yaxud uça bilər. Və Xankəndi aeroportuna bir daha gəlirəm ki, eyni şəkildə, yəni Azərbaycan heç bir şəkildə imkan verməməlidir ki, ermənilər bu Xankəndi aeroportundan istifadə eləsinlər. Çünki, bax, bir neçə gün bundan əvvəl bu hadisədən sonra Sarkisyan belə bir bəyanat verdi ki, irəlidə Azərbaycan tərəfi bu hadisəyə görə, bu etdiyi hərəkətə görə cavab verməli olacaq
və bunun hələ ardı gələcək. İndi sual olunur. Ardı necə gələ bilər? Ermənistan tərəfi Azərbaycanın 20% ərazisini zəbt edibdir, işğal edibdir. Bundan sonra Ermənistan Azərbaycana nə edə bilər? Sual olunur. İki məsələ var burada. Məncə, ya yenidən savaş başlayacaq, yenidən bunlar bizim üzərimizə gələcək və daha yeni ərazilərimizi işğal etmək istəyəcəklər, ya bunu edə bilərlər, belə deyək. Yəni müharibə yenidən başlayacaq. Amma müharibə başladığı zaman Ermənistan tərəfinin o hərbi vəziyyətinin və Azərbaycan tərəfinin indi hərçənd biz çox tənqid edirik, amma faktiki olaraq Ermənistan tərəfindən daha güclüdür, elə deyil? Və ona görə də yəni Rusiya tərəfi onlara 1-ci Qarabağ müharibəsində olduğu kimi yardım etməsə, Ermənistan heç bir zaman müharibəyə başlamayacaq və başlasa da o müharibəyə də uğur qazana bilməz. Amma bugün də biz görürük ki, Rusiya tərəfi, yəni Rusiyanın başı ciddi şəkildə Ukrayna hadisələrinə və o cümlədən də Qərbin Rusiyaya qarşı elan etdiyi sanksiyalar nəticəsi olaraq öz daxilində, yəni iqtisadiyyatında yaranan problemlərlə məşğuldur. Yəni Rusiyanın başı bu məsələlərə qarşıdır. Ona görə Rusiya bundan sonra bu yaxın perspektivdə belə deyək, Ermənistana hansısa şəkildə yardım edə bilməz. Bu nöqtə nəzərdən də ola bilsin ki, elə gözəl fürsət yaranıb Azərbaycan hansısa şəkildə üzrə istifadə etsin. İkinci məsələ nə ola bilər? Ola bilər ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısın. Tanısın. 20 ildir tanımayıblar. Bir helikopter hadisəsindən sonra bunlar Dağlıq Qarabağ müstəqilliyini tanıyacaqlar. Məncə tanımayacaqlar. Onu da düşünmürəm, çünki onlar ötən həftə, yəni parlamentdə bu məsələni qaldırdılar, tanımadılar. Və onlar anlayırlar ki, Dağlıq Qarabağın müstəqilliyini tanımaqla əlavə olaraq Dağlıq Qarabağ heç bir avantaj, üstünlük qazandırmayacaqlar. Onu çox gözəl anlayırlar və başa düşürlər ki, bu sonuc etibarilə yenidən Qarabağ müharibəsinin başlanmasına gətirə bilər. Və onlar əslində savaşdan çox çəkinirlər, çox qorxurlar. Və onlar da anlayırlar ki, onların əsas strateji partnyorları Rusiyanın durumu bugün onlara yardım edəcək vəziyyətdə şəkildə deyil. Bax, bir daha deyim ki, ola bilsin ki, hansı şəkildə biz bu durumdan istifadə edib. Azərbaycan sözünün qüvvəti, lokal xarakterli Azərbaycan deyildiyi kimi onsuz da olub, 94-cü il mayın 12-sindən bugünə qədər daim, yəni toqquşmalar olub, hər iki tərəfdən itkilər olub. Belə sayanda hətta özünüz bilirsiniz ki, dinc dövrdə qeyri-döyüş itkilərinin sayı da kifayət qədərdir. O tərəfdən də, bu tərəfdən də. Yəni, belə götürəndə real döyüşlərdə bilirsən ki, bu real döyüşlərdir. Amma qeyri-döyüş itkilər hansı ki, ay minaya düşdü, nə bilim, əskərə qarşı silah işlətdi və yaxud da ki, əsir düşdü və digər hallar. Belə götürəndə, yəni mən düşünmürəm ki, və Azərbaycanda çox gözəl qeyd elədi ki, Ermənistanın yeganə güvəndiyi yer Rusiyadır. Rusiyanın da başı kifayət qədər, yəni qarışıqdır. Həssas məqamdır. Onların ən çox narahat olduğu odur ki, və Ser Sarkisyan o qorxaqcasına helikopterlə gəlib, belə deyək də, bizim ərazimizdə enməsi, sonra yəni əlləri əsas, ayaqları əsas vertolyotdan aşağı düşməsi belə balaca məsələlər deyil. Əslində qalsa mən bunu tam səmimi demək istəyirəm ki, Azərbaycan tərəfi heç ona da gərək imkan verməkdir. Azərbaycan bu məsələyə toxundu. Yəni Azərbaycan hava hücumundan müdafiə qoşunlarının, hərbi hava qüvvələrinin o imkanları mövcuddur ki, Ermənistandan qalxan, İrəvandan qalxan vertolyot Xan kəndində otura bilməz. Çünki radioelektron mübarizə adlı bir metod var. Pilot ümumiyyətlə heç bir əlaqə saxlaya bilməz. Yəni o hara oturacaq, necə oturacaq, elə ona bir şərait belə deyirik, yarada bilərlər ki, o faktiki olaraq bütün əlaqələr itə bilər. Amma tərəflər arasında müəyyən razılıqlar var, demirəm mən Azərbaycanın ümumiyyətlə. Hava məkanından istifadə qaydaları ümumi, bilirsiniz ki, Ermənistan təyyarələri Azərbaycan üzərindən də uçur, düz Azərbaycandan Naxçıvana uçan təyyarələr İran ərazisindən qeyri hərbi. Bəli, yəni mülkiləri mən nəzərdə tuturam. Ona görə də bu hadisədən biz çox da bir eyfariyaya qapılmamalıydı. Bayaq Azərbaycan çox gözəl dedi və Ermənistan tərəfi müharibəyə başlamasa da hər bir məqamdan istifadə edəcək. Yaxın günlərdə ola bilsin ki, onlar bizim hansı bir texnikamızı vursunlar, ola bilsin ki, hansı bir belə deyim də döyüş helikopterini deyim və təyyarəmizə xətər yetirsinlər. Yəni daxildəki o belə deyil də balansı qorumaq üçün. Ermənistanda bu günləri çox böyük belə deyim narahatçılıqlar var. Və onlar özləri də görürlər ki, bu günləri Ermənistan
yəni tərəfi bu məsələdə biraz çevik hərəkət eləməsə, ola bilsin ki, sabah Ser Sarkisyanın özün Seyran Ahanyanla bir yerdə yəni devirsinlər və Ermənistanda yeni bir hakimiyyət yəni peyda olsun. Adətən Dağlıq Qarabağ məsələsində Azərbaycan bunu gözəl bilirsiniz Dayanır xanım. Bir balaca yəni irəliləyiş, belə deyək, status quo-nun dəyişməsinə doğru hansısa bir işarətlər görünən kimi Ermənistanın daxilində parlamentin güllələnməsidir, nə bilim, prezidentlərin dəyişilməsi və digər hallar. Bəli. Birbaşa əlaqəli olub həmişə Dağlıq Qarabağ münaqişəsi. Mən bir məsələn də çox önəmlidir, mütləq onu qeyd etməliyəm. Çünki bizə baxan, dinləyən insanlar elə fikirləşməsin ki, məsələn, biz müharibə tərəfdarıyıq. Biz heç də elə deyil, yəni şəxsən nə mən özüm, nə də real hərəkatı heç də istəmir ki, yəni müharibə olsun, bizim insanlarımız, əskərlərimiz yəni ölsün, dünyasını dəyişsinlər. Amma yəni biz bu problemin sülh yoluna həll olunmasının tərəfdarıyıq. Amma biz hesab edirik ki, bu sülh yolu ilə yalnız bir halda həll oluna bilər. O da ki, Azərbaycan Ermənistanla bir yerdə, məhz Ermənistanla bir yerdə Avro inteqrasiya ilə bağlı qərar verib, Avropa demək assosiasiya sazişini Avropa ilə imzalansın ki, irəlidə Avropa Birliyinin perspektivdə üzvü olmağı ilə bağlı yəni bu prosesə başlasınlar. Yalnız bu halda mən hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi məhz Avropa Birliyi çərçivəsində Avro inteqrasiya prosesinin bir tərkib hissəsi olaraq həm Ermənistan da orada olsun, həm Azərbaycan da olsun. Yəni bu çərçivədə bu müəyyən mənada həll oluna bilər. Amma hər bir halda hesab edirəm ki, Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır. Amma Qarabağ erməniləri də, yəni həm bir vətəndaş kimi biz baxırıq ilk növbədə, o cümlədən də, yəni Ermənistanla hər iki dövlət, yəni həm Ermənistan, həm Azərbaycan Avropa Birliyinə inteqrasiya olunacaq. Hər iki dövlət həm Avropaya gediş-gəliş, həm Ermənistana, həm Azərbaycana gediş-gəliş Mən bir dəqiqləşdirmə sualı verəcəm. Bu nöqteyi nəzərdən biz sülh yolunu həll etməyə tərəfdarıyıq. Amma əfsuslar olsun ki, Ermənistan tərəfi, yəni Ermənistan bir dövlət olaraq bu gün özünü Avropada görmür. Avropada görmür və hətta onlara demək assosiasiya sazişi ilə bağlı heç müraciət də olunmamışdır əslində. Amma əfsuslar olsun ki, Azərbaycan tərəfinə bu müraciət olunmuşdu və Gürcüstan, Ukrayna, Moldaviya ilə bərabər Azərbaycan iqtidarına da təklif olunmuşdu ki, demək bu sazişi imzalasın. Əfsuslar olsun ki, Azərbaycan iqtidarı da özünü Avropada görmür. Yəni bu problemi bu şəkildə ola bilsin ki, həllini görmür və bunu istəmir. İndi burada müəyyən siyasi səbəblər var, bilirsiniz hansı səbəblər. Bax, bu nöqteyi nəzərdən mən hesab edirəm ki, Azərbaycan iqtidarı çalışmalıdır ki, Avropa ilə, Avropa Birliyi ilə, ümumiyyətlə Qərblə daha yaxın münasibətlər qursun. Amma bunun üçün aydın məsələdir ki, daxildə islahatlara getməlidir, Azərbaycanda siyasətini dəyişməlidir, bu repressiyalara son qoymalıdır. Hərçənd doğrudur, mən də razıyam ki, bu repressiyalar, bu demokratiya ümumiyyətlə mövzusu bilavasitə bu hərbi mövzu ilə heç bir əlaqəsi yoxdur. Yəni, savaşmaqdırsa, savaşaq. Amma savaşmırıqsa, heç olmasa normal bir cəmiyyət quraq. Və irəlidə heç kəs bizə irad tuta bilməsin. Və bir məsələ də var ki, Azərbaycanda həqiqətən ədalətli bir cəmiyyət olsa, sabahları hətta savaşmaq məsələsi canlansa, yəni gündəmə gəlsə, daha asan olacaq. Və biz bir dövlət olaraq, biz millət olaraq, yəni son olaraq bütün olaraq savaşa gedə biləcəyik. Son olaraq deyirsiniz ki, müharibədə, hal-hazırki şəraitdə müharibədən başqa Qarabağı qaytarmağın yolu yoxdur. Çünki Rusiya, Ermənistan Rusiyanın təsiri altındadır. Avropa, siz çünki dediniz ki... Mən demək istədiyim odur ki, əgər savaşmaqdan söhbət gedirsə, olsun savaş. Amma mən deyirəm ki, biz savaşın tərəfdarı deyilik. Onu başa düşdüm. Yəni, variant... Biz Qarabağ probleminin həllini yalnız Azərbaycanla Ermənistanın ikisinin bir yerdə Avropa inteqrasiyası və o çərçivədə, hansısa Minsk qrupunun deyil, Minsk qrupu məncə ümumiyyətlə öz effektivsizliyini göstərdi. Məhz o çərçivədə həll olunmasının tərəfdarıyıq. Çünki orada müəyyən dəyərlər var ki, insan haqları, ərazi bütövlüyü və s. və digər dəyərlər. Bax, bu önəmli dəyərlər var ki, o çərçivədə həll olunması həm Azərbaycan üçün sərf edərdi,
Qarabağ ermənilər üçün də o sərf edərdi, çünki burada Avropa Birliyi qarantı olacaq onların təhlükəsizliyinə. Niyə onlar müstəqil olmaq da güya istəyirlər? Çünki güya Azərbaycan onların hüquqları pozur, təhlükəsizliyinə cavabdeh deyil və s. Yəni bu belə də sonsuzluğa qədər davam edə bilməz. İstər-istəməz sual doğulur ki, bu nə qədər yəni davam edəcək ki, Azərbaycan nə vaxt öz ərazi bütövlüyünü bərpa edəcək. Mən də düşünürəm ki, Azərbaycanın dediyi kimi artıq ATƏT öz belə deyək də gücsüzlüyünü ortaya qoyub. Ona görə də Azərbaycan, yəni nə ermənilər buradan köçəsiz deyilik, nə biz harasa köçəsiz deyilik, biz taleyin qisməti elədir ki, qonşu dövlət olaraq, yəni artıq belə deyək də yaşamağa məhkumuz. Ona görə də Azərbaycanla Ermənistan birbaşa bu məsələni danışmalıdır. Onsuz da beynəlxalq müstəvidə Azərbaycanın ərazisi tanınıb, erməni də tanıyıb, yəni onun başqa yolu yoxdur. Çünki bu sərhədlər nə bugün, nə dünən müəyyənləşdirməyib, bu xeyli illər öncə müəyyənləşdirib. Ona görə də mən hesab edirəm ki, bu ATƏT-dir, BMT-dir, Avropa Parlamentidir. Onlar digər məsələlərdə bizə, belə deyək də, lazım ola bilər və yaxud da ki, biz onlarla əməkdaşlıq eləyə bilərik. Qarabağ məsələsində 20 ildən artıq vaxt keçib. Ona görə də mən perspektivi görmürəm. Mən Azərbaycandan biraz fərqli düşünürəm. Müharibə bizim haqqımızdır. Ona görə ki, bizim torpaqlarımız işğal altındadır. Bu bizim qeyrət, şərəf, namus məsələmizdir. Ona görə də bu məsələdə Azərbaycan siyasi rəhbərliyi bir növ sərhədlər müəyyənləşdirməlidir ki, 2015-ci ilin birinci yarısında məsələn bu məsələ həll olunmayacaqsa, Azərbaycan bütün vasitələrdən, o cümlədən güc vasitəsindən istifadə edib öz ərazi bütövlüyünü bərpa edəcək. Bir də bir maraqlı məqama toxunum ki, biz müharibədə eləmək istəyirik. İtki də vermək istəmirik. Belə şey olmur. Əlbəttə ki, belə şey olmur. Torpağı uğrunda biz deyirik ki, torpaq uğrunda ölən varsa vətəndir. Belə deyək də. Biz şəhidlərimiz, bizim 20 mindən artıq narahat ruhları, hələ də narahat olan şəhidlərimiz var. O şəhid ruhlarının rahatlığından ötürü, gələcək nəslin yaxşı, firavan yaşamasından ötürü biz Dağlıq Qarabağ məsələsini sonraki nəsillərə saxlaya bilmərik. Bu məsələ həll olunmalıdır. Çünki zaman vaxt getdikcə bir qədər cavanlarımız yavaş-yavaş bu məsələni arxa plana keçirirlər. Təşəkkür edirəm sizin hər ikinizə bugünkü müzakirədə iştirak elədiyinizə görə. Tamaşaçılarımıza xatırlatmaq istəyirəm ki, studiyamızın qonaqları Real İdarə Heyətinin üzvü Azər Qasımlı və hərbi ekspert Üzeyir Cəfərov idi. Siz də bizə baxmağa davam edin. Sağ olun, sağlıqla qalın.